Gözəl bir gündən hər birinizi salamlayıram. Çevirim bu isə. Demək, diş həkimindən çıxmışam. Qızlar, diş böyük finala çox az qalır və yenə əcəmidəyəm. Nə deyəcəydim sizə? Bugün bizim üçün çox gözəl bir gündür. Bugün yoldaşım gəlir. Günorta gəlir inşallah. Uşaqlar çox sevinirlər ki, özüm qarışır. Mən də çox sevinirəm, şükür Allaha. Belə, gəldim bura. Əslində vacına bir iki şey var, işim var. Onları həll edəcəm. Sizin üçün də dedim vlogu başladım, qəşəng maraqlı şeylər çəkim. Belə həcəmin ən qaynar nöqtələri. Hər vaxtınız xeyir olsun mənim əzizlərim. Bugün yeni gündən, yeni vlogdan sizləri salamlayıram. Demək, xanımlar, mən yadımdan çıxıb, soğansam ola koydu bu da. Güya da tələsirəm. Yadımdan çıxıb tezdən soğan qoyum. Görün mənim başım işləyir ya yox. O qədər inansız, necə deyim, başım tələm-tələsiydim ki, başım gedib. Demək, mindirəm. Qəşəng soğan tanı edeyim. Soğuk pişirəm, soyuq soğusu, az sulu olandan. Düz, soğançanı, inanın, soğançanı yəni giriblər o soğança videomu shorts kimi paylaşmışdım YouTube'da qızlar. Və o videoda ağızlarına gələn yazırlar. Ay bu belə, ay bu soğan nədir ki, ucuz bir şeydir, bunu niyə donduraq ki? Nələr də, nələr. Bilməm, dəhşətləri, belə bir başa düşürlər. Mənə çox adam deyir ki, əşrə fikir vermə. Düz deyil, mən hər şeyə fikir verən insan deyiləm. Amma hərdən səbrim tutmur, elə bil ki, bunların belə məntiqsiz danışmaqlarına da. İndi rəylərdə nə qədər adam yazıb ki, biz də belə eləyirik, mən bunu neçə illərdə eləyirəm, mənim nənəm də belə eləyərdi, nənə. Yazıb ki, nənəm yalan deyir, biri yazıb ki, nənəm yalan deyir, nənəmin vaxtında heç belə şeylər yox idi, dondurucu zat, nəsə eləmək. Cavabında bir xanım yaxşı verib ki, necə yəni yox idi. Elə nənəmin deyir vaxtında soğanlar düzəlməsin deyənə, belə şeylər cəmaat eləyir. Burada nə var ki, sən Allah? Belə qəlbə insanlar var ki, hər şeyi söz edirlər, hər şeyi dəhşətlər, inansız. Yəni, belə qalıram, söz tapa bilmirəm. Keçək günü sizin üçün özətliyim. Yeniliklər nə var, nə yox, hamısını istəyirəm paylaşım sizin üçün. Burada toyuğumu yumuşam, təmiz-təmiz qoymuşam bura, belə. Bunu çəkəyim bu yana. Gedim qap pampersimi gətirim sərim. Sizlə həm soğuzu pişirim, həm də sizə yenilikləri deyim. Domestosunu niyə çıxartmışam? Bu dəsmallarımı domestosa qoymuşdum. Qəşəng. İndi soğan dağ olana kimi mən də tez bazar qablarını yiyim. Yoldaşım harada var, gələr, çatar, qızlar. Yoldaşım artıq bir müddət hələ ki Naxçıvanda işləməyəcək. Buradan akademiyaya qəbul olub, imtahan verilmişdi. Çox həyəcanlıydıq, gözlüydük, şükür Allaha. Yüksək balla da qəbul olub. Oxuyacaq burada, bir neçə ay buradadır və sonrasını hələ bilmirik. Əsas odur ki, evdədir. Belə, gedim bu açıqlamanı verim. Çünki akademiyaya hərbçilər bilir də, bəlli bir dövr var. O dövrdə hamı imtahan verir, o da vermişdi və qəbul oldu, şükür Allaha. Bugün gəlir, yəni təməlli gəlir hələ ki, belə. Mən də səhər durdum, getdim dişimə, dişlərimi yoldurdum, aşağı dişlərimi filan, qəşəng. Birinci gün, bugün həftənin bu arada 4-cü günüdür. Birinci gün böyük ecmal, artıq üst dişlərim qoyulacaq, qalacaq alt dişlər. Orada yenə müalicəli bir şeylər var. Biraz. Dərsimi də qonşuya verdim ki, sən apar baxıya, mən işlərimi gördüm. Gördünüz qızlar, sındı. Hepsi nazar, hepsi nazar. Sındı. Yaxşı bunlar bizdə, Mələcərdə ideal market var. İdeal marketdə satılır. Gərək gedəndə bir 3-4 sənə də alın. Yaxşı su istəşəmdir. Əlimdən düşdü, deyəsəm. Bilməm, videonu editləyəndə baxacağım. Qızlar, bəzən
bir də görürəm, əsas da Instagramda yazırlar, YouTube'da belə şəxsiyə yazmaq yoxdur deyil. Girib oradan mənim şəxsimə yazırlar. Instagramdan baxıram, deyirlər ki, Mehman xanım, videolarınızı belə çəksəz daha yaxşı olar, elə çəksəz daha yaxşı olar, fikir bildirirlər də. Mən nə demək istəyirəm, qızlar? İdeal, maşallah, YouTuberlər çoxdur. Mən də bəyənirəm, baxıram necə estetik, gözəl çəkirlər. Çox bəyənirəm, ürəyim açılır baxanda. Çox qəşəng. Məsələn, kənd həyatı var. Bir xanım da var, adını bilmirəm. Onun da yəni səhifəsi kifayət qədər böyükdür. Gözəl yeməklər bişirir. Bir çox xanım var ki, çox estetik çəkilişlər eləyirlər. Gözəl dublyaj eləyirlər, səsləndirmə eləyirlər. Hər şey çox gözəldir. Mən bəyənirəm. Amma hərənin bu həyatda bir yolu var. Mən kiminsə təkrarlamaq istəmirəm. Bu mənim həyat tərzimdir. Və nə necə varsa istəyirəm elə olsun. Elə bilirəm elə daha maraqlıdır. Yəni nəyəsə kəsmədən, bəzən inanın YouTube'da sonradan paylaşanda, televizorda özüm oturub baxanda, ya mamagil baxanda, yazdan gelirlər ki, filan dəqiqəsinə bax, ölürlər gülməkdən, ay qız sən dəhşətsən, mamam da anlayır, bir diqqətli ol çəkəndə, bir ətrafı kontrol elə, nə bileyim, düz deyil, nə bileyim vallah, belə də, yəni mən kontentim budur da, belə çəkmək. Mən də bu cür başlamışam. Belə daha özümü səmimi, daha özüm kimi hiss edirəm də. Əstağfurullah, başqalarına nəsə başqa söz demirəm, ha, yanlış anlaşılmasın. Sadəcə yəni, mən belə daha rahatam. Elə bilirəm ki, belə mən özümü belə ifadə edə bilirəm. Məni, yəni, izləyicilərim istəyirəm belə görsünlər. Necə varam elə. Mən Instagramda da beləyəm. Düzdür, estetik videolar mən də çəkirəm. Mən belə, çay süzmə. Amma bunun özündə, axırında budur da, yəni vəziyyət hara gizlədəyir. Belə, iş görürük, bu cür, ay bunu sürətləndirim, ay onu oradan. Nə valla. Mənə elə gəlir ki, məni də bəyənənlər bu cür bəyənirlər artıq. Belə sevirsiniz, siz də məni. Mən də sizi qarşılıqlı. Belə. Təmizliyim, tavalarımızla. Artıq soğantamı da saralır. Gedim onu qalan tərəvəzlərini əlavə edeyim. Burada yaxşıcana soğançalarımı qovururam. Bu dəfə tomat qoymuşam yeməyə. Tomatı mən çox belə sevmirəm. Düzün desəm tomatlı yeməkləri. Mən sarı köklü sevirəm. Amma mənim yoldaşım ən çox tomatlı yemək sevir. Tomatlı sevir. O zövqü əvvəldən elədir. Əslində mənim qaynanam da elə sevir, tomatlı sevir. Dostlar həmişə mənə görə, mən onlarda olanda mənə görə bişirmirdi. Bişirmirdi ki, bəs meyilmirdi də tomatlı. Belə, o qəşəng qovulsun orada. Qəşəng belə qovularkən biber də əlavə elədim. Mən toyuqlarımı əlavə edirəm. Bir toyuqdur burada. Kartof da soyacağım. Onu da unutmayayım. Qapağı altıyla biraz pişirəcəm. Qapağını içine koyun. Şey alsın. Biraz pişsin. Belə qızlar, yeməyim qəşəng burada bişir. Demək olar hazırdır. Yoldaşım da çatır. Çayımı qoydum. Qablarımı yudum, çevirdim. Belə hamısını. Burada da belə noxud almışdım. İstatmışam qızlar belə qabda axşamdan. Az qaldı. İndi axşam gəlib inşallah asacam, pişsin, soysun, yığacam dondurucuya. Burada da biberim qalıb. Bunu belə qoymuşam bura. Niyə qoymuşam? İndi birazdan çıxardıb biber salat eləyəcəm axşama. Yoldaşım sevir biber salatını. Yəni ona görə qoymadım soyuducuya, saxladım burada. Yəni ortalığı yavaş-yavaş yığışdırıram, bir yerdən təmizləyirəm. Qəşəngdir. Kaldır asmaq olar bunu. Hey ya.
Sen. Hey. Gel. Atası. Oo, ne güzel oldun sen. Hayır. Ne da vardı? Ha. Yaxşı, yaxşı. Giyinəcəksən. Ay, çocuğum bana şimdi Ne derdi? Ne Gelsene. güzel oldun sen, ne kaşey oldun sen. Böylesine ha. Dən dərəsin bir yerdə dur ata baxsın da paltarı var. Nətər deli? Kaşey süper. Kombinim belə eləmişəm ki, şeydir, adı nədir? Belə geyir. Aa, pomba koydu. Tökülüb sökülür. Şalvarına salaram onun koftasını səncə? Ya. Dərəsin bir yerdə dayan baxaq da. Saçımı biraz qırladım. Bayramın 6 yaşı olur özü. Vaxt necə sürətlə keçir. Yox, az qalıb, hələ olacaq. Kaşey zorlasız, ders değil o. Hə. Bunun üçün nə qədər axtarmışam. Bratinadan almışam. Nasıl fiyatı ya? Dən də Abbas yaxşı. Ay Abbas. Düzəlt Elmar, xalçanı niyə verirəmsiz? Ben bugün bayaqdan təmizləyirəm. Tabii öpüşürüz, yanlış duyuyorlar. Qəşəng görsənir. Sabah indi gedib eləyəcəm. Değil mi bu? Nə bu nə? Eli. Şamı çağır yanına. Abbas. Abbas. Kardeş çağır. Abbas. Yat yanına. Yat yanına. Nasıl? Git sama giyinəsən. Git soy. Git soyla turma. Aa, çıxarsan telefon üstünə dayan. Gəlmişik qızlar, hardayıq? Gənclikdən. White Media'ya gətirmişəm Rasimi. Qoluma gir Rasim. Rasim məndən tut. Tut məndən. Uşaq keykimi deyə. Kitabsadə. Maraqlı yerlərdir burada. Qəşəngdir Rasim. Hə, nə gözəldir. Gedək peşəxoda keçək ömrüm. Hə? Gedək şəkil çəkdirək, sonra səni aparıb yemək yedizdirəcəm. Yaxşı ömrüm. Əsən yemək yedizdirmişəm ha, azmaz. Prosto yəni gedək bir bu çocuğumu şəkil çəkdirim. Gəl həyatım, gəl. Nə qəşəng yerlər var burada. Amma svetofor yoxdur, gələk özümüz keçək. Hə, bura qızlar. Dəniz mərmər var. Biz onun yanında. Belə White Media foto stüdyodur. Görək bu necə olacaq. Keçən səfərkilərdən ağzımız necə yandısa, uşağın ad günüdür. Qızlar şəkili hazır eləməmişlər. Səhv eləmirəmsə demişdim. Baxın, Əhməd bəy Ağaoğlu küçəsi. Bax bura. Gəl. Maraqlı yerdir. Qalx. Görək hara. Qalx. Yuxarıda. Böyle bir məkanlı qızlar. Görək. Necədir? Ya o qız tortudur, səninki o deyil. Geyindirdik bu oğlanı. Çıxmışıq. Belə məkandır. Burada xoşuma gəldi. Çox qəşəngdir. Orada qəşəngdir qızlar. Biz də mənə baxın. Mən şəkil çəkdirməyə gəlməmişəm amma. Belə. Sənin tortun indi deyil, orada qəşəng tort var. Gəl, bax. Hə. De görək. Demək, burada geyimlər də var. Bax, 1 yaşdan hər cür var. Bu da qəşəngdir, bu safaridir. Baxın, bəyəndim buranı da. Belə qəşəng dekorlar var. Geyimlər də qızların içindədir. Hə, yaxşı. Qəşəng. Burada baxın qızlar üçün də, qız uşaqlar üçün də qəşəng geyimlər var. Hay Allah, maraqlı, balaca mini geyimlər var. Şirin. Buna baxın hələ. Qızlar üçün. Qızlar üçün seçim daha çoxdur bu arada. Ah,
fonda var. Belə bir şeylər də var. Qızların gözəldir. Mən uşaqların tağına bununla balacalarını istəyirəm belə asmaq göydən. Qəşəng. Buradan baxın belə. Çoxdur. Mən belə yerlər bilirəm ki, belə sehirli lap aləmdir elə bil. Uşaq dəhşətdir. Bax Rasim. Ora bax, ora. Görürsən? Gül də Rasim. Azı gül lan Allah. Ya altıya bak orada. Utanma. Görürsən? Bura bax. Ekrana bax. Bunlar bak. Ora bura baxır. Hava bak. Kulağımı sıkma. Eləmə. Geçen bak gülümse. Əli qoy, bura. Utanır. Geçen bak bana. Qəşəkçilə, ay sağ ol. Ora bax. Nereye bak? Adamın inanmağı gəlmir ki, Rasimin 6 yaşı olub qızlar. Belə o qədər təcrübələnirəm bu dəqiqə videonu çəkə-çəkə ki, yəni vaxt necə tez keçdi, necə sürətli keçdi. Mən 16-cı yaşın çəkilişinə getmişəm. Bugün lap belə həssas günümdeyim. Bezer başarsan. Gel gül, bak bana. Aferin. Gel bak bana bak. Gel bak burada gel. Gel burada gel bak. Beni de baksana. Beni de baksana. Aferin. Ne yapıyor? Aferin. Bayımızı bekliyor. Başını biraz bak, aferin, tutayım mı? Düz ya. Aferin. Efendimize. Bax ora. Bura bax. Mənə bax deyək. Bak yandan. Geldi. Sen hazırım. Sen bir bak bana. Sen baksana bana. Baksana bana. Baksana bana. Baksana. Yerdir Rasim. Ticarət mərkəzidir də bura. Moldur, mol. Mol, hə. Gəldi qızlar, gəziyim ola Rasim bəyimizdən. Gələm aparım o yeməyi dizdirim. Söz vermişəm ki, yeməyi yiyəcək. Gəl. Eskalatora yavaş, ehtiyatlı ol Rasim. Eskalator. Bax, ayağını axma. Hə. Yanaqlar nəsə allergiya olur, bilmirəm nədəndir, nə məsələdir. Gələ buna bir dənə su plastini alım. Ya, baxım görüm uşaqlar üçün nə uyğundur. Məndə uşaqlar heç vaxt şey olmayıb da. Qızlar, deyəcəksiniz ki, necə kompleksizsəm, Mehriban, yəni yavaş.
Ehtiyatlı ol. Hə, yavaş yavaş. Necə kompleksizsən? Yəni maska taxmısan, qızlar yoruldum. Allah haqqı. Qulaqlarımın dibi ağrıyır. Uşa boş verirəm. Boş verdim kinli qohumları. Gəl bura baxaq. Kaldırdım göylərə qolları. Mahnı yadıma düşdü qəşəng mahnıda. Qoy Floya baxım. Gedək sonra yaxşı Rasim. Mən həmişə hamiləlikdə bura gələndə yoldaşım mən buradan mütləq jelibon alırdı qızlar. Gəl baxaq bir dənə. Uzun boğaz bir dənə çəkməyə baxım görüm qiymətlərinə. Gəl görək həyatım, gəl bir dənə. Simə McDonald's aldım, yedim. Ha. İndisə gedirik. Gedək. Ha. Qorxma. Gəl. Qızlar, anardan gəldim. Daha səs çəkmədim, tələsik yadımdan çıxdı. Çantam da qalıb hətta orada. Qızlar, baxın, Baby Fox'un belə çeşidi var anarda. Belə çeşidi var. Belə çeşidi var. Bir də bu. Kilonla. Hətta piltkalarının qızlar fıstıqlı saraq isti falan da gəlib. Maraqlıdır. Belə. Nəsə qoyun bura bunu. Bu çeşidlərini yoxlayacağam. Bundan başlayayım. Nəsə bu yaşıl elə bilməm pistaçınıdır. Bir şey. Qızlar, bu dəfə dırnaqlarımı çox bəyəndim. Gəlmişəm. Gəlmişəm Xırdalana. Yoldaşımla gəldik Rebusa. Ancaq yoldaşımın işinə görə nə qəşəng qırmızı olmalardı bunlar belə. Bura. Ha, iyi. Başı üstündə deyəmir. Nə? Oo, nə boyda kitabxanadır. Kitab yeri var. Yoldaşım kitab axtarır. Baxıram. KBİ olan. Bunu gələ oxuyum arada. Bu var məndə. KBİ olanın yolu zordur. Bu çox qəşəng söz var. Bunun mən imza günündə elə Miras Çağrı Aktaşın özü də imzalatmışam. Elmlərdə Librafa gəlmişdi. Şamdanlara bağlamaq üçün lent istəsəz, belə lentlər ala bilərsiniz. Orqanza lentlər çox qəşəng durur. Prosto bardodur, lap belə qırmızısı yoxdur. Mən qırmızı istəyirəm. Bejlər də pis deyil. Burada çoxdur, rəngləri var. Saatlar da qəşəngdir uşaqların otağına qoymağa. Mən elə uşaqların otağına tam başlamamışam. Ona görə də saxlayıram bunu. Burada da yoldaşım bilməm nəyə baxır. Baxmağında olsun. Mən də bura baxım. Fincanlara baxdım. Düzün desəm fincan da bəyənmədim çox. Fincanlar çox yekədir burada. Çox böyükdür. İridirlər belə. Onu da bəyənmədim çox. Əldə var 0 bugün. Məncə buradan heç nə. Bir dənə elə deyəsən salfetkanı çıxatır. Plastiklər. Salamlar. Bir şeylər daim bitirə bilmədi elə bura. Baxın, böyükdür amma nə axtarsanız qızlar mağadan gəlir usta. Banknot istəyərdim. Yox elə bu. İndi belə tələsikdə baxılası şey deyil. Yavaş baxam. Nə oldu elə? Nədir səncə? Haber pasteldi alalım. Son tarih yapayım. Olsun yəni yaxşı postsun da əziyyət çəkilir. Baxın, bunlardan götürdüm bir dənəsini uşaq üçün. Qəşəng. Hər vaxtınız xeyir olsun. Növbəti vlogdan hər kəsi salamlayıram. Günə çay dəmləməklə başlayıram qızlar. Bu arada dəmlər axır vaxtlar belə necə deyim, lilləşirdi. Artıq dəmi elə setkanın içində yuram qızlar birinci. İlıq suyla fıraqda. Yuram qəşəng. Sonra üzərinə belə qaynaq suyu əlavə edib qoyuram dəmə. Belə. Bugün bazar günüdür. Həftənin son günüdür. Uşaqlar qaynanam gildədir. Biz evə gəldik axşam. Gəlmək istəməklə biz də gətirmədik. Bugün gedib götürəcəyik. Bir-iki işimiz var ondan sonra inşallah. Belə. Günə başlamışıq heç nə. Kofe ilə çay içməmiş adam necə yaşayır?
Gənclik mi oldu? Bura gəldik, Mən gəncliyə sözümdə gəldik. sayıyorum. Mən... Sən Paris saxlamayasan bə? Mən yox, Paris seçdim. Parisi mən tək başıma saxlayıram onda. Birinci səndə nəticəni görəcək sonra. Mən onsuz Paris'də. 3 dəfə yedim. Şirniyyat yeməyəcəm mən də. Yox, sən də belə bax. Hələ də o yumurtanın sarısız yemək söhbətində qalmışıq. Süperdi bax. Mən elə onu necə yeyəcəm? Yumurtanın sarısını heç sevmirəm özdə. Sarısı sevirsən, Yəni ağını. sevərsən. Burada. Burada. Bu da Saxlıq parkında da. Hə, biz heç parkinginə girmişik, buranın. Mənə görə elə belədir. Mənə görə elə belə. Gəldik mal. Libra. Ən çox ümumiyyətlə mağazalar buradadır da. Məncə Gənclik Malldadır. Biz heç Crescent Mall'a getməmişik, elə bir dəfə girib çıxmışıq da, yəni belə gəzməmişik. Ən böyük. Bilirəm, hə. Ən yaxşı. Niyə? Seçilmiş şeylər. Gedirsən, alırsan, çıxırsan, bilirsən nə var. Burada yox. Sonra da imkan olar, görürsən. Məncə var. Baxa. Oo, elektrik vurdu bizi. Top vurdu sənlə mənə. Qadın. Qadın neydi? Mən desəm, o, yəqin mənim çox zövqüm çoxlar. Mən çox zövqsüzəm. Zara'da çox tək-tük şeylər var. Məsələn, şalvarlarını çox bəyənirəm. Bir də şeylərin. Amma qalan biləm, yəni nə bilim, mənim çox belə zövqümə xitab eləmir. Nə oldu, sustun? Düşdün mü? Deyirəm, mən çox bəyənmirəm də Zara'nı. Niyə səhv eləmiyim? Marfa deyil mi? Hə? Deyirəm, mən çox Zara'nın geyimlərini bəyənmirəm. Yox, niyə qəşəngdir? Mənə də. Ya bəlkə çox arıq deyiləm Zara'nın geyimlərini. Nə Allah. Mənim zövq məsələsidir yəqin. Camaat Zara deyə tutdurar. Mənim zənnimcə qızlar, yəni hansısa bir yerdən kişi geyimləri xoşuma gəldi. Hansısa bir qəşəng belə səviyyəli bir butikdən məhsul alıb geyməyə daha çox üstün tuturam. Daha belə elə bir orada rənglər, kəsimlər, çeşidlər başqa cür olur məsələn. Məsələn, bax, Neftçilərdə X-Lady mağazası var. Oradakı kurtkaları daha çox bəyənirəm. Cembrodakı, Moldakı kurtkaları. Yəni, orada kurtkalar çox gözəldir, paltolar gözəldir. Yəqin bilməm, fikrimi çatdıra bilirəm ya yox sizə. Boşdur. Küçük baxım. El 9'a düşüb bu arada. O 42'dir. Aşağıdakilərin. 42 görürsən. Gəldik kontakta. Baxın 249-a belə bir dəst var qızlar. Bu Gənclik Mall'un içərisindəki kontaktdır. Qəşəng qablar var. Baxın 169-a belə dəst var. Prosta baxıram. Cəzvələr. Bakallar. Səhər yeməyi takımları 49 manat var. Hədiyyəlik yaxşıdır ya qızlar. Bax nə gözəldir arxadakı bu. Sadə dəst 719. Oho. Qəpişdim tam görəsən mənim. Qəşəng dəstlər ümumiyyətlə var. Mikrovalov qalan. Bu da maraqlıdır.
da sənə yaxşı. Mutlu dalğa suyu yaxşı. Yeməyi hazırladım, qoydum, hazırladım. Hı. Şeylər. Qızdırdı. Məsələn, qızdırdı. Oturdum, yedim. Bir də bir saatdan yeməyi hazırlamasam. Yemək yaxşı. Olar. Qızlar, elə bil evdə yoldaşım dincəldim, xırdalandıyam. Mən rahat şopa gəlmişəm. Gəldim ilk şeylərə, dedim qoy baxım. Burada rahat şopda o qədər gözəl məhsullar var qızlar. Ayalı elə gözəldir. Bunlara baxın. Gözəldilər. Çox qəşəng şeylər var. Bilirəm, belə şeyləri çox bəyənirsiniz, çox qəşəngdir. Bu paşa başlayan bu qəttanlar var, bunlar o qədər qəşəngdir. 8 manat 50 qəpikdir burada. Buna baxın, nə var ağlı. Bu buğulu qablar da var. Qiymətləri bunların da münasibdir. Yaxşıdır. Bunlar da qəşəngdir. Nərbəklər də var.